Mən bir faktı da yadıma düşmüşkən icazə versəniz demək istəyirəm Züleyxa xanım. Buyurun. Deməli, Azərbaycana qarşı ərazi iddiaları yalnız Ermənistan konstitusiyasında öz əksini tapmır. Bir faktı da qeyd etmək istərdim ki, məsələn, Ermənistanda inzibati ərazi bölgüsü haqqında qanun var. Həmin qanunla Gədəbəy rayonunun Başkənd kəndinə ərazi iddiası var. Yəni 1995-ci ildə həmin qanun qəbul olunanda, deməli 95-ci il noyabrın 7-sində qanun qəbul olunub, dekabrın 4-də Prezident Levon Petrosyan həmin qanunu imzalayıb, qüvvəyə minib. Həmin qanunla qanun 2-ci maddəsinə 2 saylı əlavə var. Orada Geqalpunik vilayəti, həmin deməli qanun qəbul olunduqdan sonra Ermənistanda vilayətlər yaradılıb. Rayonlar birləşdirilib vilayətlərə, rayon və şəhərlər vilayətlər yaradılıb və həmin vilayətlərdən biri Geqalpunik vilayətidir. Yəni Göyçə mahalı, Basarkeçər rayonu, sonra Qaraqoyunlu mahalı. Bax, bunlar birləşdirilərək Geqalpunik vilayəti yaradılıb və Geqalpunik vilayətinin tərkibində biz baxsanız həmin siyahıya bura daxil olan kəndlərin adı sadalanır və orada 2.4 saylı deməli 2.4 saylı bənddə sadalanır və orada 17-ci sırada Başkəndin adı qeyd edilir. Düzdür, orada Artsbaşın yazıblar. Amma söhbət Başkənddən gedir və Ermənistan qanunvericiliyində beləliklə Azərbaycana qarşı növbəti ərazi iddiası var. Mən hesab edirəm ki, Azərbaycan tərəfi danışıqlarda bu məsələni də qaldırmalıdır və Ermənistandan öz qanunvericiliyində Başkəndə olan ərazi iddiasının çıxarılmasını tələb etməlidir. Çünki əgər bu olmasa, nə vaxtsa Ermənistanda hakimiyyət dəyişikliyi ola bilər və nə vaxtsa onun hakimiyyətə gələn hansısa bir qüvvə, mühafizəkar qüvvə bunu əsas götürərək Azərbaycana qarşı, Başkəndə, Gədəbəyə qarşı ərazi iddiası qaldıra bilər. Yəni, bunu dedim ki, bir dənə də məlumat olsun ki, yalnız konstitusiya ilə bağlı deyil, belə bir fakt da var. Bax, vəziyyət belədir. Ona görə də Ermənistan konstitusiyasını və qanunvericiliyini ciddi nəzərdən keçirməlidir. Yaxud Ermənistanın milli təhlükəsizlik strategiyasının 3-cü hissəsi Dağlıq Qarabağ Respublikası adlanır. Və orada hələ də Dağlıq Qarabağda ki, ermənilərə dəstək, orada güya soyqırım törədilməsi, oranın Ermənistan ərazisi olması və bir bənddə isə oranın müstəqil respublika dövlət olması kimi sərsəm fikirlər var və bütün bunlar hamısı çıxarılmalıdır. Yalnız ondan sonra bizim aramızda obyektiv sülh ola bilər.